Choose the correct answer. Düzgün cevabı seçin. Sifət və yaxud da ki, zərf olduğunu, daha sonra isə düzgün dərəcəsini təyin etməliyik variantlara əsasən. Verilən cümləmizdə Nick smiled, Nick güldü deyir. Trying to hide his anger. Qəzəbini gizlətmək üçün cəhd göstərərək Nick daha sakit və yaxud da ki, sakitcəsinə güldü deməliyik. Smile fe'li xəbər olduğu üçün biz ondan sonra zərf təyin edəcəyik. Zərf isə təbii ki, sifətlərə elva şəkilçisi əlavə etməklə düzəldiyi üçün biz elva ilə olan versiyalara diqqət etməliyik. Bunu isə B və Y variantında görürük. Y variantında qrammatik cəhətdən səhvliyimiz odur ki, maçdan sonra müqayisə dərəcəsi gəlməlidir. Yəni, much more calmly şəklində verilməlidir. Düzgün dərəcə göstəricisi verilmədiyinə görə doğru cavabımız B variantı adi dərəcədə calmly götürülmüş olur. Digər variantlara nəzər yetirsək, more varsa bir sifətin dərəcəsini bildirmək üçün R-ə ehtiyac yoxdur. Halbuki more çox hecalıların, R isə az hecalıların müqayisə dərəcəsini düzəltdiyinə görə A variantı qrammatik cəhətdən yanlışdır. Daha sonra C variantında the most calmest qeyd olunur. Üstünlük dərəcəsində olan sifət göstərilmişdir. Təbii ki, az hecalılara S əlavə etdiyimiz üçün artıq most'a ehtiyac yoxdur. Hər iki göstərici istifadə olunduğuna görə yanlışdır. Eləcə də sifət tələb olunmur bizdən. D variantında very calmer qeyd olunur. Very'dən sonra sifətin adi dərəcəsi istifadə olunmalıdır. Calmer müqayisə şəklində verildiyinə görə qrammatik cəhətdən yanlış hesab olunur. Eləcə də qeyd etdiyimiz kimi göstəriciyə əsasən bizim zərfə ehtiyacımız var cümlədə tamamlamaq üçün və bu səbəbdən də D variantı da yanlışdır. Doğru cavabımız B variantı götürülür.